bu videoya baxırsansa, sən gələcəyin milyonçususan. Çünki mən bu videoda Morgan Housel'ın kitabı olan Pulun Psixologiyası kitabından chapterin 15-dən 20-yə kimi olan xülasələrini sizinlə paylaşacağam. Vaxt almadan keçək chapter 15-ə. Chapter 15-də deyir ki, heç nə pulsuz deyil. Yəni, uğurun bir qiyməti var, amma bu qiymət pul deyil. İnsanlar düşünür ki, əgər investisiya başlasan, 1000 avro hər dəfəsində ödəniş eləsən və kağızda yazdıqları kimi S&P 500 və digər bond investisiyalara yatırım eləsəm, mənim pulum irəliləyəcək və mən milyonçu olacağam. Əslində, bu icebergin görünən tərəfidir. Görünməyən tərəfində deyir ki, burada sənin ödədiyin şeylər var. Bunun qiyməti əslində pul deyil. Bu səbir, sənin psixoloji dözümlülüyün və qorxu, stressdir. Çünki volatility baş verəndə insanlar satmağa çalışır, amma sən satmayıb bazarda qalıb davamlı şəkildə onu ödəniş kimi görsən, bu psixologiya ilə davam eləsən, sən həqiqətən bunun bəhrəsini, nəticəsini görəcəksən. Chapter 16-da bubble'dan, yəni balondan danışır. Balon necə şişir? Böhran nə vaxt yaxınlaşır? Burada deyir ki, insanlar fərqli oyunlar oynayır. Məsəl üçün, bir investor 30 illik yatırım edir. Bu long term investordur. Digəri 1 il, 5 il arası yatırım edir. Digəri isə day traderdir. Və nə baş verir? Misal üçün, biz AI götürə bilərik. Hal-hazırda AI-ya çoxlu yatırımlar, milyardlarla yatırımlar olunur və insanlar bu bəzi şirkətlərdən səhmlər alır və nə baş verir? Day trader hər gün səhm alır və digər trader və 1 illik investor edən o birisinə baxır, bazar qalxır, qiymət qalxır, mən də almalıyam düşüncəsinə girir və balon get-gedə şişməyə başlayır və bir müddət gəlir ki, bu balon artıq partlayacaq səviyyəyə gəlir və bu balonu kim şişirdir? Bu balonu insanların düşüncəsi şişirdir. Amma real tərəfdə isə şirkət öz AI üzərində az da olsa çalışmağa davam edir. Amma o bir tərəfdə balon get-gedə şişməyə başlayır. Amma bir müddət gəlir. Məsələn, Nvidia paylaşır ki, biz bu ay 20% artım gözləyirdik, amma 10% artım oldu. Nə baş verir? İnsanlar satmağa başlayırlar. Amma alıcı azdır. Az olduğu üçün insanlar çox aşağı qiymətə bunu sata bilirlər. Sata bilirlər, amma çox aşağı qiymətə satırlar. Yəni, deyir ki, başqalarının sözünə qulaq çox asmamalıyıq. Ona görə də investisiya edərkən diqqətli olmalıyıq. Biraz araşdırma etməliyik ki, bu balondur, yoxsa nədir? Chapter 18-də deyir ki, niyə insanlar pessimist olur? Niyə pis xəbərlər mediada çox güclü görsənir və insanı qorxudur? Bunun səbəblərindən biri də bizim beynimizin qoruma mexanizmi olan qorxudur. Yəni, pis xəbər baş verir, müharibə olur, şirkət iflas edir, sonra beyin deyir ki, yox, keçmişdə gələcək kim olacaq, pessimizliyə köklənirik, amma yavaş-yavaş artan şeylərə görünür. Məsələn, texnologiya artım edir, yavaş-yavaş artır, insanlar sağlam olur, dünya get-gedə yaxşılaşmağa doğru gedir. Bunları görmürük, amma pis bir şey mediada baş verən kimi qorxub pessimizmə bağlayırıq və pessimist oluruq. Amma bir şey də deyə bilərəm ki, 1900-cü ildə insanlar deyirdi ki, təyyarə olmayacaq, amma 1903-cü ildə ilk uçuş oldu. Yəni, bu da onun göstəricisidir ki, keçmişdən bu yana hər şey yavaş-yavaş artma doğru gedir. Ona görə həmişə pozitiv olmaq lazımdır. Müəllif də burada deyir ki, pessimizm səni uçuruma apara bilər. Pozitivimiz olaq ki, həmişə pozitiv yoldan biz özümüzə uğur tapa bilərik. Dostlar, sonuncu chapterlərdə müəllif deyir ki, insanlara sual vermək lazımdır. İnsanlar həqiqətən pulunu yatırırmı, yoxsa yox? Bəziləri məsləhət verir, risk alır, risk götür. Bəzi investorların özü belə deyir, amma həmin o investor stabillik, təhlükəsizlik məsləhət öz həyatında tətbiq edir. Niyə real əslində söz real davranışa bərabər deyil? Çünki burada emosiyalar, qorxular, ailə, stres, bu kimi faktorlar olduğu üçün insanların sözləri real davranışına bərabər deyil. Və burada bizə sonuncu olaraq müəllif demək istəyir ki, müəllifin özü çox xərcləmir, sadə həyat yaşayır, pul yığır və pulunu yatırıma verir. Və burada maraqlı bir cümlə var, deyir ki, ən yaxşı investisiya səni gecə rahat yatızdıran plandır. Yəni, ona görə də bu stressiz həyatı yaşamaq üçün müəyyən qədər biraz çətinlik çəkmək lazımdır. Və müəllif deyir ki, hər kəsin həyatı fərqlidir, hər kəs müxtəlif yollardan keçir. Bəziləri bəlkə də gənc yaşda işığı var, parıldayır və milyonçu ola bilir, birisi müğənni ola bilər, birisi aktyor ola bilər. Yəni, bu həyat
həqiqətən fərqli risklərlə dolu bir yerdir. Risk də var, uğur da var, şans da var. Dostlar, son olaraq onu bildirmək istəyirəm ki, mən də sizin kimi öyrənməyə açıq olan gənclərdən biriyəm. Və onu da demək istəyirəm ki, əgər videomu bəyəndirsə, videoma like atıb, kanalıma abunə olub, şərh yazmağı unutmayın. Gələn görüşənə dək sağ olun.